Sevdə. Salamlar, biz yenidən efirdəyik və bu həftə məqsədimiz sizə 2025-ci ilin ən yaxşı mahnılarını təqdim etməkdir. Biz bu hit paradı real baxışlar əsasında toplayırıq və sizə əsl real hitləri təqdim edəcəyik. Odur ki, vaxtı uzatmadan keçək 2025-ci ilin ən yaxşı onluğunu sizə təqdim etmək. 2025-ci ilin ən maraqlı mahnılarından biri olan Gəl və Bax, ilin mahnıları siyahısında 10-cudur. Mahnı ilin sonuna yaxın işığı gördü. Amma gəlin etiraf edək ki, çox sevildi. Çünki Qaraqanın bu ifası hər kəsi biraz da olsa keçmişə apara bildi. Gəl və bax, gecə necə yaraşır sənə, hilal ala gözlərinə, qaralarda arzular dönür mənə. Günay İbrahimli ilin ən yaxşı mahnıları arasında Mən Beləyəm mahnısı ilə 9-cudur. Mahnı 10 milyonu keçən baxışlarla sevilib və dillər əzbəri olmağı bacarıb. Gəlin bir daha dinləyək və 2025-ci ilin ən yaxşılarından biri olan bu ifanı xatırlayaq. Mən beləyəm, beləyəm, sevgini diqqəti tələb eləyəm, gördüyüm müddəti elə beləyəm, mən özüməm başqası deyiləm, tez bizə barışan əff eləyəm, bir anda gürur qəff eləyəm, hər şey sənə görə məhv eləyəm, yox elə deyiləm, səhv eləyəm, axı mən beləyəm, beləyəm, hörməti diqqəti tələb eləyəm, gördüyüm müddəti elə beləyəm, düşündüyüm başqası ola bilmərəm. Samir Piriyevin həm şən, həm maraqlı, həm də biraz qalmaqallı mahnısı olan Matanı 2025-ci ilin 10 ən yaxşı mahnısı arasında 8-cidir. Matanı düz 10 ay öncə işıq üzü görüb, amma hələ də səs-sədası radiolardan, tədbirlərdən əskik deyil. Deməli, hit ola bilib və ilin ən yaxşıları arasına daxil olub. Təbriklər Samir bəy. Ay gözümün ışığı qarası, yanıma gəl ay qadası. Gözümün ışığı qarası, yanıma gəl ay qadası. Uzaq deyil evimiz, 5 addımdır arası. Uzaq deyil evimiz, bir divardır arası. Respublikanın xalq artisti Röya, Dol ilə ilin ən yaxşıları arasında 7-cidir. Dolun klipi deyərdik ki, ilin ən yaxşı klipi sayıla bilər. Çünki çox zövqlü və başqa tərzdə çəkilib. Mahnının isə sevilməsinə söz ola bilməz. Dinləyirik və zövq alırıq. Ona görə dol, nəfəsimə dol, gözlərimə dol, ürəyimə dol, yalnız mənim ol, nəfəsimə dol, gözlərimə dol, ürəyimə dol, yalnız mənim ol, yalnız mənim ol, ürəyimə dol. Respublikanın xalq artisti Aygün Kazımova 2 ilə yaxındır ki, təqdim etdiyi SOS mahnısı 2025-ci ilində ən yaxşı mahnıları siyahısındadır. 50 milyondan çox baxışı olan bu mahnı sərhədləri aşdı və ikinci ildir ki, ilin mahnıları arasında aktuallığını itirmir. Bu il isə o 6-cıdır. Suallar presdə bir yandan, bütün gün stressdə bir yandan, show biznesdə bir yandan, SOS. Suallar presdə bir yandan, bütün gün stressdə bir yandan, show biznesdə bir yandan, SOS. İlin ən yaxşı bəstəkarı desək daha doğru olar. Çünki ilin hit paradında düz 4 pilləni onun bəstələdiyi mahnılar zəbt edib. Özünün isə ifa etdiyi Danış Mənimlə mahnısı bu il üçün 5-cidir. İnsanı yerində oynadan musiqi, axıcı sözlər və hər kəsin dillər əzbəri olan ifa. Kazımcan Danış Mənimlə mahnısı ilə ilin ən yaxşı 10 mahnısı arasında 5-cidir. Saatı qoluma taxdım, göyün üzünə qalxdım, geciksən günahdı, yanına uçur vaxtım, gözlərinə baxdım, nə qədər sərxoş olub baxdım, belə yazılıb baxdım, sənin üçün darıxdım, yenə də danış mənimlə,
Namiq Qasımov ilin ən yadda qalan hitləri arasında 4-cü pillədə yer alıb. Onun Bəsimsə mahnısı bütün sevənlərin 2025-ci il üçün himn oldu. Bəstə gözəl, sözlər gözəl, ifa isə möhtəşəm. Gəlin dinləyək və sevdiklərimizi xatırlayaq. Danışım sənin məhəbbətindən, sevgiyə, hisslərə diqqətindən, məni hər anı bəladan, dərddən qoruyan güclü məhəbbətindən. Mənə daha qalan ömürdə bəsimsən, bəsimsən, mənə ən doğma kəsimsən, təkcəsən, bəsimsən, sənə oxunan mahnılarında sözümsən, səsimsən, ona görə mənim həyatımda təkcəsən. Respublikanın xalq artisti Röya ilin mahnıları arasında 2 musiqili hit paradımızda iştirak edir. 2025-ci ildə səhnə fəaliyyətinin 25 illiyini qeyd edən Röya həqiqətən də hər kəsin ən sevimlisi olmağın bacardığını bir daha göstərdi. Bu 25 ildə hər il öz aktuallığını saxladı, yeniliklər təqdim etdi. Bəli, bizim fikrimizcə də onu sevməmək mümkünsüzdür. Sevin, sevilin və sevilmə hissiniz hər zaman olduğu kimi sonsuzluqlarla bağlansın. İstəyirəm sən məni xatırlayasan. Elə bilmə bu sevgi yalandı, elə bilmə ki sevmək asandı. Yanasan gərək eşqin odunda. Elə tellərinə sarılım ki, elə gözlərinə vurulum ki, bir ömür məni saxla yadında. Elə bilmə bu sevgi yalandı, elə bilmə ki sevmək asandı. Respublikanın xalq artisti Aydın Kazımova da 2 musiqi ilə ilin hit paradında iştirak edir. Canov ilin ən yaxşıları arasında ikincidir. Musiqi hər gün durmadan sevilir və izlənir. Aygün xanım, bu il bir daha sübut etdiniz ki, show biznesi sözün yaxşı mənasında darmadağın etmək məhz sizin əlinizdədir. Hər zaman olduğu kimi canlara dərman olursunuz. Təbriklər. Günlerin bir günü bir gece yari benim karşıma çıkarmıştım gece yari. Bir defa güldün yayıldı kanıma, dedim ki nece yaraşar yanıma. Eşkin ile can ol can da canıma, halım yaman sen ol yanan halıma. Bir defa güldün yayıldı kanıma. Onun adını elan etməyə düşünürəm ehtiyac yoxdur. 2025-ci ildə bizi qürurlandıran, 40 həftədən ən çox izlənən musiqi olan, sərhədləri aşan, Azərbaycan mədəniyyətini və Azərbaycan adını tanıdan məhz o oldu. 2025-ci ili sizin iliniz adlandıra bilərik Roza xanım. Ən əsası isə Malaxovun proqramında bizi lazımi yerlərə, lazımi dəyərdə tanıtdığınız üçün sizə təşəkkür edirik. Çoxdandır mədəniyyətimiz, irsimiz bu qədər sözlərlə, təqdimatla təqdim edilməmişdir. Biz bununla nə qədər qürur duyuruq, onu sözlə ifadə edə bilmərik. Kaş hər kəs bu təqdimatın dəyərini bilsin və sevilməyinizə bizim qədər sevinsin. İstədim mahnısı Roza xanımın tək YouTube kanalında artıq 1 milyarda çatır. Bunu da ilk edən siz oldunuz. Təbrik edirik Roza xanım. 2025-ci ilin ən yaxşı mahnısı İstədim olduğu üçün. 2026-cı ildə sizə daha bol uğurlar arzu edirik. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum yolunu gözlədim. Sevginə ehtiyacım vardı görsəydin, mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim, sevilən olum yolunu gözlədim. Bununla da illik hesabatı sizə təqdim edirik və bir neçə gündən sonra isə növbəti həftənin ən yaxşılarını təqdim etmək ümidi ilə sizinlə sağollaşırıq. Sonda isə bizi izləməyi və səhifəmizə üzv olmağı unutmayın. Hələlik!